Ümumiyyətlə, ailə, yenə də deyirəm, ailə deyəndə biz ailəni ər, arvad və uşaqdan ibarət olduğunu hesab edirik. Amma vəzifə nöqteyi nəzərindən də əvvəllər belə idi ki, deyək ki, keçən əsrə biz qayıtmış olsaq, biz keçən əsrdə əslində görün neçə formasiya yaşamışıq. Bəli. Ən azından iki formasiya yaşamışıq. Üçüncü formasiyaya da keçid eləmişik, düzdürmü? Biz artıq sonuncu formasiyada yaşayırıq. Amma bir əsrdə 3 formasiyanı yaşayan ölkə, bu o qədər də zarafat bir şey deyil. Bir formasiyadan digərinə keçid edəndə istər-istəməz bu ailə institutuna da təsir göstərmiş olur. Ailədən yan keçmir. Amma biz yenə də bütün formasiyalarda, mən bunu belə ürəklə deyirəm ki, yenə də biz öz ailə institutumuzu saxlamışıq. Amma düşünün ki, yeni bu dünya düzəni deyək, yeni müasir ailə modeli deyək, hər nə olursa olsun, amma yenə də biz o kiçik ailə modelimizi saxlamışıq. Düzdür, yeni belə deyək ki, gender məsələləri, genderlə bağlı bilirsiniz ki, Azərbaycanda da artıq biz dünya belə deyək ki, standartlarına qoşulmuşuq, konvensiyalara qoşulmuşuq. Burada istəyir genderlə bağlı olan konvensiya olsun, istərsə uşaq hüquqlarına bağlı konvensiya olsun, istərsə qadın hüquqlarına bağlı. Ümumiyyətlə, qoşulduğumuz bütün konvensiyalarda biz o konvensiyalarda nəzərdə tutulmuş, belə deyək ki, maddələri öz ailə modelimizə və yaxud öz cəmiyyətimizə uyğunlaşdırmışıq. Ümumiyyətlə, bizim prinsiplərimiz bu. Bəli, bizim hətta dövlət başçımızın da bütün çıxışlarına əgər fikir versəniz, o bütün çıxışlarında da istər beynəlxalq çıxışlar, istərsə də ölkəmizə gəlib biz burada ondan müsahibə götürən jurnalistlərə də həmişə bu məsələləri öz nitqində, öz çıxışında mütləq qeyd edilir ki, biz nə qədər dünyaya qoşulsaq da, beynəlxalq təşkilatlara, konvensiyalara qoşulsaq da, amma biz həmin konvensiyaların maddələrini özünküləşdiririk. Çünki biz özünküləşdirməsək, onda bizim ailə modelimiz də dağılar. Bizim ümumiyyətlə cəmiyyətdə bir xaos yaranar ki, bu xaosun da qarşısını almaq bilirsiniz ki, çox çətin məsələdir. Və müasir ailə modelinə gəlincə, düzdür, biz müasirləşirik. Deyək ki, ailədə gender məsələsi, kişi-qadın hüquqlarının bərabərliyi nə qədər bizə diktə olunsa da, amma yenə də biz öz bir cəmiyyət olaraq, bir Azərbaycan ailəsi olaraq mütləq biz